Sizin bu verilişinizdə mən öz subyektiv fikirlərimi səsləndirirəm. Mən bir elm adamı olaraq öz təhlillərimi söyləyirəm. Mənim öz baxışımdır. Onu mən hörmətli tamaşaçılarımızla sizinlə paylaşıram. Mən də söyləyəcəklərim də mən öz qənaətlərimdir. Onu sizinlə fikirlərim. Mən bu düşünürəm, bu haqda öz versiyalarım formalaşır. Mənə elə gəlir ki, məhz bu USAID dillərdə, USAID bu təşkilatın batması elə Paşinyanı batıran fundamental amillərdən biri olacaq. Niyə görə belə hesab edirəm? Əvvəla da ölkənin prezidenti Trump və əsas onun komandasının üzvlərinin biri olan Elon Musk tərəfindən bu USAID təşkilatı deməli cinayətkar təşkilat kimi qiymətləndirilib. Cinayətkar təşkilat. Bu çox ciddi ittihamdır ki, cinayətkar deyirlər. Cinayətkar həbs edilməlidir və məhv edilməlidir. Belə bir yanaşmadır. Bu USAID-in bir cinayətkar şəbəkə kimi bütün dünyada yayılmışdı. Və əməkdaşlarının sayı 10.000 ötmüşdü. İndi bu günləri bilirsiniz nə qədər qalıb Trump'ın bu son qərarından sonra. 10.000'li təşkilatda üzvlərinin sayı, əməkdaşlarının sayı 294 nəfərə düşüb. Və Trump ilə Zelenskinin Ağ Evdəki son bu gərgin yaşantılarından sonra, toqquşmasından sonra Birləşmiş Ştatlar Ukraynadakı nümayəndələrin, USAID-in nümayəndələrinin sayını 64 nümayəndə çalışırdı. Endirib 8-ə, yəni 8 dəfə azaldıb. 64-dən 8-ə endirib. Və indi Paşinyana olan Trump'ın mənfi münasibətini şərtləndirən amillərdən biri də o olacaq ki, mən bu təşkilatı cinayətkar təşkilat deyirəm və o Bidenin dövründə çəklənmişdi və hissədə əsas mənbəyidir, maliyyə mənbəyi USAID. İndi bunun yaxasından, Paşinyanın yaxasından yapışıb tələb edəcəklər ki, sən bizə bu cinayətkar təşkilatı cəzalandırmaq üçün və gələcəkdə orada həbsdə aparmaq üçün sən bizə təkzib edilməz faktları ver. Sən bu təşkilatın deməli korrupsiya sxemi ki var, korrupsiya sxemi. Onun bizə detallarını açıqla. Bizə söylə ki, bayaq sizin söylədiyiniz o 250 milyon vəsaiti hansı şəraitdə ayrıldı? Burada kimlər iştirak elədi? Pulu kimlər verdi? Kimlər aldı? Nə qədər istifadə olunub? Hansı istiqamətdə istifadə olunub? 250 milyon çərçivəsində verən tərəfin qazancı nə olub? Korrupsiya sxemi bunu deyirəm. Yəni bu da əlləri yox, əldə özü yox prinsipindən məlum olur ki, bugün Birləşmiş Ştatlarda milyonlarla insan pensiya alıb, dövlətdən sosial deməli müavinətlər alıb. Hətta bəzilərinin yaşı 300-dən çoxdur. 300-dən çoxdur. 150-dən çoxdur, 100-dən çoxdur. Onlar illərlə yoxdular, amma milyonlarla insan dövlətdən pensiya alır. Təsəvvür edirsiniz. O günləri deməli Birləşmiş Ştatlardan əsas bugün idarə edən şəxslərdən biri qeyd edir ki, Musk'dır. O bilirsiniz nə söylüyor? Deyir ki, Müdafiə Nazirliyində, Pentagonda biz yoxlamalara başlamışıq. Və oranın büdcəsi 850 milyard dollardır. Böyük rəqəmdir. Az qalıb 1 trilyona çalsın, ABŞ-ın müdafiə büdcə xərcləri. Və deyir ki, bir deməli Boltun, və bu tamaşaçılarımız üçün maraqlı faktdır, bu Musk'ın sözüdür. Bir Boltun, mən iş adamıyam, bunlar yaxşı bilirəm. Bir Boltun və bu Boltun bazarda qiyməti 100 dollardır. Bu Boltun qiyməti. Çünki müdafiə sənayesi nəzərdə tutulub. Onu isə deməli sənədləşdiriblər 9000 dollara. Bir şeyin qiyməti 100 olan, onu Müdafiə Nazirliyinə təqdim eləyərkən o boltları, onu 9000 dollardan sənədləşdiriblər. Bu boyda rüşvət, korrupsiya, bu büdcənin dağıdılması deməkdir də. Bir Boltun timsalında bunu söyləyirəm, bunu Musk bugün ifadə edir. Və həm də bu çox ciddi ittihamdır ki, deməli bizim büdcəmiz şişirdilmiş büdcədir. O 850 milyarda arxalanıb, çox da güvənmək olmaz. Yəni bir Boltun timsalında, bir damlanın timsalında artıq dənizin suyunun şirin və acı olduğunu bilmək olur da. Artıq bu faktın özü çox şeyə işıq saçır. Və deməli, hansı vəziyyətdə Paşinyan Trump'a bildirməlidir ki, mənə bu pulu Biden administrasiyasından filan kəslər verib və bu filan hissəsi artıq bizə çatmayıb, yolda o mənimsənilib, bizə çatan hissəsi budur və bizə çatan hissəsində filan korrupsiya sxemi var. Yəni, öz keçmiş ağaları ki yox idi, Biden onları satmalıdır.
Bəli. Açıq şəkildə onunla ifşa etməlidir. Bunu Trump ondan gözləyir. Trump gözləyir ki, bunları etməlisən. Çünki o bizdə cinayətkar qurumdur, sənin də maliyyə mənbən əsas o olub. Deməli, bugün Trump, o sizin o kitabımıza və ya ki, fikriniz var, kitabı bağlanıb. Bir yanına əsas maliyyə mənbəyini itirib. Bir yandan ona ittihamlar başlayıb ki, cinayətkar qrupla, bu cinayətkar təşkilatla sən nə yaman sıx əməkdaşlıq etmirsən? Aç, bizə göstər. Bizim vaxtımız çox getməsin. Bu cinayətkar sxemi açma, sənin töhfən olsun. Sən ki, işin içindəsən, bizə məlumatları ver. Deməli, məlumatları verəndə də, bugün hələ verməyib. Amma verəndə özünün ifşasına keçməlidir. Çünki ola bilməz ki, USAID burada qazansın, korrupsiya sxemi olsun, ölkənin birinci şəxsi kənarda qalsın. Və o prosesdə olmasın, halbuki danışıqları gedən odur, imza atanda odur. Deməli, burada həm də Paşinyanın ifşası başlayıb. Üçüncüsü, yaxşı, USAID kəsildi. Ondan daha kömək gəlmir. Bəs yeni maliyyə mənbəyi də yoxdur. Yeni maliyyə mənbəyi də yoxdur. Əgər Fransa arxalanırsa, Fransa kreditlərlə verir və Fransa bugün öz başı qarşıdır. Və belə getsə, heç Fransa prezidenti Emmanuel Macron 2027-ci ilə qədər heç qalmaya bilər öz vəzifəsində.